Ekrana bəyinə zəhmət olmasa, çünki şikayət elə ermənipərəstlər ki, canlını bağlayıb şuşamızı göstərməyək. Bilirəm, icra hakimiyyəti buradadır. Şuşalı deyiləm. Qalmağa icazə vermirlər ki, qalmağa icazə verirlər. Çox gözəl sakitçilikdir, quşların səsi. İstidir. Bu yol icra hakimiyyətinə gedir və icra hakimiyyətində biraz adam yorulur çox gəzəndə. Şuşa enişli, yoxuşlu məhəllələri var. Qarabağ doğru portanın qeydiyyatını keçərək Şuşamıza gedə bilərsiniz. Xankəndimizə gələ bilərsiniz. Qala burada qaldı bu tərəfdə. Biz qaladan yuxarı qaldı. Bura gəlmək, turla gəlmək istəyirsə, direkt yazın məlumat verir, amma belə öz şəxsi maşınınızı gəlmək istəyirsə, qeydiyyatına keçib gələ bilərsiniz. YouTube'a yazın, YouTube'da daha yaxşı izahı var, həm görüntülü şəkildə. Mən burada necə izah edeyim sizə bir-bir. Turla bir günlük 65 AZN-dən başlayır. Çox yoruldum, hal-hazır bir üzü yox. Şuşada avtobus işləyir, bəli, 15 manata. Yola çıxır, 15 manata da Şuşadan başlayır. Stadiondan mənə 40 burun geldi. Allah rəhmət eləsin yoldaşımıza. Hələ ki biz buradayıq. Və onu nəzərdə çatdırıq ki, polislərimiz 7-24. Burada fəaliyyətdədirlər, qoruyurlar. Şuşadayım, qonağım, Allah canı sağ olsun, çox sağ ol. Elə Şuşada kimi görürəmsə, hamısı sağ olsun. Dəvət eləyir, çay içməyə, çörək yeməyə, qalmağa, hər bir şey. Amma biz özümüz tur şirkətiyik, gəlmişik, tur gətirmişik. Şuşada belə avtobuslar var. Sizin evi, bizim evimizə gedin də. Sizin evi hansı tərəfdədir? Bilmirik, salam qardaş, aleyküm salam. Mən Şuşalıların burada daha insanlar mehriban yanaşdığını gördüm. Qonaqpərvərliyini gördüm hətta. Burada qalmaq, oteldə qalmaq əlbəttə ödənişlidir. Salam, şəxsi maşına gedib gəzmək olur, siz olan yerlər. Bəli, şəxsi maşınla istədiyiniz yerlərə gəlib gəzmək olur. Sadəcə portaldan keçirsiniz. Onu da sizin nəzərinizə çatdırım ki, kim istəsə nömrə verək, köməkli eləsinlər. Şuşa sakinləri də var. Bəli, qardaş. Paşinyan anası bizi gözləyir. Çox sağ ol. Qardaş köməkli edir bizi. O zaman Zayrət Qamaz alıb
Allah köməyin olsun qardaş. Şuşa sakinlər yenə bizə kömək olur. Otur gedək qardaş, otur. Paşinyan anasıyla bası bizi gözləyir, getdik. Qırmızı 5 mərtəbə vardı, bəli çəkiblər onu. Burada taraf yapamalı telefonu. Alır. Adam tutarsın ya. Ha, şunlar var. Qabaqda dəyişə bilərik. Ben o da fikir verdim ki getdiyimdə qoysun. Bir dənə zəhmət olmasa. Hava gəlsin, hava. Hava qalsın. Onu koydum. Ben Quba tur istəyirəm. Sizin tur hardan çıxır? Bizim tur Bakıdan yola çıxır. Quba tur istəyirsinizsə yazın. Sizə Quba turu haqqında məlumat verir və Qoçat var. Qoçat restoranıdır. Burası Şuşanın köhnə atı. Şuşanın köhnə avto vağzalı. Burası Tursu Parkı'dır, köhnə Tursu Parkı. Köhnə Türk Su Parkı və Şuşanın köhnə avto vağzalı. Çox insan buranı tanıyıb. Araz marketdə var. Şuşalı, əslən Şuşalılar buranı tanıyıb. Hədiyyə atanlar var. Olun bir daha ekranı bəyənək ki, şikayət edirlər. Erməni pərəstlər səhifəmizi şikayət edirlər ki, biz canlımızı bağlayaq. Qoçat əmi oğlumundur, Allah canını sağ eləsin. Deyəsən bugün remontdaydı, bugün açılıb, hə? Dünən açılmışdı deyəsən. Bakıdan alınmır, Bərdə yaşayırıq. Bakıdan alınmır, Bərdə yaşayırıq biz. Yox, bizim turlar yalnız Bakıdan yola çıxır. Ekranı bəyənə zəhmət olmasa, şikayət edirək ki, canlımızı bağlayaq, Şuşanı göstərməyək və Xarı Bülbül oteldir bura. Və burada Şuşa oteldir, onu da nəzərinizə çatır, Şuşa oteldir. Xarı Bülbül oteldir. Burada hostellərdir. Hosteldə gəlib qalmaq istəyənlər olarsa, hostellər biraz ucuzdur ona baxanda.